Salam hörmətli izləyicilər. Gördüyünüz bu gözəl villamız yenidən sizə təqdim olunmaqdadır. Villamız yerləşir. Belə deyək, bir neçə gün əvvəl mən həmin bu villanı sizə təqdim eləmişdim. Hal-hazırda villa sahibi tərəfindən villaya çox böyük bir həcmdə endirim edilmişdi. Təcili satılmağı məqsədi ilə. Villamız yenidən xatırladıram. Villamız yerləşir Masazırda Yeni Bakı yaşayış massivinin arxa küçəsində yeni salınmış massivdə yerləşir. Nəzərinizə çatdırım ki, burada torpağın sotu 20-25 manatdan aşağı değildir. Ümumiyyətlə heç boş torpaq tapmaq mümkün değildir. Villamızın dörd bir tərəfindən nəzarət mümkündür. Kənara məsafəsi vardır. Həyətdə hər cür meyvə ağacları əkilmişdir və mövsümə uyğun olaraq bar verməkdədir. Bundan əlavə villamızın həyətində bu cür hovuzu vardır. Hovuzdan əlavə belə bir bisetkası vardı. Yayda oturub qəşəng bir rəngi çayınızı içmək üçün, istirahətiniz üçün. Villamız ümumilikdə 3 mərtəbədən ibarətdir. Ümumilikdə villamız 3 mərtəbədən ibarətdir. Hər mərtəbə arası beton monolitlə ara kəsmələrlə məxsusdur. Bundan əlavə beton kəmər tökülmüşdür hər mərtəbələrin arası. Evimiz video kameralar, nəzarət kameralarla təchiz olunub, Vodafone sistemi ilə təchiz olunub. Belə deyək, yaşayış üçün lazım olan hər cür şəraitlə sizə təqdim etdiyim həmin bu villa təmin edilmişdir. İndi isə villamızın içərisini də qısa şəkildə sizə təqdim edəcəm. Villamıza daxil olduqda sağ tərəfdə bu cür geniş bir qonaq otağı bizi qarşılayır. Mən ümumilikdə sizi villamızın 2 mərtəbəsi ilə tanış edəcəm. Nəzərdə çatdırmaq istəyirəm ki, 1-ci mərtəbədə qaraj və təsərrüfat məqsədi ilə hazırlanmış otaqlardır. Yəni videoda vaxtımız çox getməsin deyə 1-ci mərtəbəni təqdim eləmirəm. Qonaq otağından çıxdıqda bizi üzbəüz bu cür bir dənə otaq qarşılayır. Hal-hazırda ev sahibləri otaqda olduğu üçün etika qaydalarına uyğun olaraq çəkiş eləmirəm. Hamamdır, etika qaydalarına uyğun olaraq çəkiş eləmirəm. Yəni müştərilər özü gəlib tanış olacaqlar. Geniş mətbəxdir. Əla mətbəx mebeli ilə bir yerdə. Buradan isə 1-ci mərtəbəmizə düşülür. Üçüncü mərtəbəmizə çıxırıq. Üçüncü mərtəbədə isə bizi 4 otaq qarşılayacaq. Ümumilikdə 8 otaqdan ibarətdir villamız. Qalxan kimi sağda bu cür böyük bir yataq otağı. Solda yenə bir yataq otağı. Sanuzel sistemi, 2-ci mərtəbənin sanuzel sistemi. Nəzərdə çatdırım ki, 1-ci mərtəbə ilə eyni formada, eyni dizaynda yer alıb sanuzel sistemi. Çıxdıqda yenidən belə bir böyük bir yataq otağı və sol tərəfdə yenə də böyük bir belə bir yataq otağı. Buradan isə 2-ci mərtəbədə balkona çıxırıq. Gördüyünüz kimi geniş balkondan ibarətdir. Balkondan gözəl bir mənzərə açılır, gözəl bir panorama açılır. Yayda ilə burada oturub bir pürrəngi çay içmək özü nə edirsən dəyər. Həyətimizin çox gözəl panoraması var. Ümumiyyətlə ətrafın gözəl bir panoraması buradan görünməkdədir. Villamızın qiyməti 297.000 manatdan təcili olaraq satıldığı üçün 265.000 manata endirilmişdir. Buyurun müraciət edin.
Çox gözəl ərazidə yerləşir. Səfalı havası, yerləşmə yeri çox sakit, gözəl mənzərəli. Həyətdə bu cür hündür ağacları. Yəni belə deyək də, yay mövsümündə bura cənnət məkan olur. Bar verən ağacları, həyətdə hovuzu, bisetkası, hər bir şeyi var. Həyətdə əlavə sanuzeli, nəzarət kameraları, vodafonu, hər bir yaşayış üçün nə lazımsa hamısı bu evdə təmin edilmişdir. Şok indirimdən 265 min manata son qiyməti təcili satıldığı üçün 297 min manatdan 265 minə endirilmişdir. Buyurun, səhifədəki nömrə ilə əlaqə saxlayın. Alanın da, satanın da Allah xeyrini versin. İzlədiyiniz üçün təşəkkür edirəm.